Tamam, giriş verək. Həm deyəm, axşamınız xeyir olsun bir daha. Salam müəllim, axşamınız xeyir. Sizlə başlayalım. Həm deyəm, xanlıqların yaranma səbəbləri haqqında bir daha məlumat verək. Xanlıqların yaranma səbəbi Nadir Şahın sui-qəsd nəticəsində öldürülməsidir. 1747-ci ildə öldürüldükdən sonra sağlığında mövcud olan xanlıq isə Nadir Şahın sağlığında Şəki xanlığıdır. 1743-cü ildə Bəli. Azərbaycanın şimal və cənub xanlıqlarına bölünür. Eyni zamanda məlikliklər və sultanlıqlar və bir cəmaətlıq var. Bəli. Məlikliklər daxildir Qarabağ xanlığının ərazisinə, Xaçın, Dizaq, Gülüstan, Çiləbörd, Talış məlikliyi. Bəli. Sultanlıqlar isə İlisu, Qəbələ, Qutqaşin, Qazax, Şəmşəddin və Borçalı sultanlıqlarıdır. Sultanlıqlardan isə ilk yaranmış sultanlıq, yəni 17-ci əsrdə İlisu sultanlığıdır. 16-cı əsrdə İlisu sultanlığıdır. 16-cı əsrdə. Cənub xanlıqları isə Təbriz, Urmiya, Xoy, Ərdəbil, Salmas, Maku, Zəncan, Marağa, Gilan və Qaradağ xanlıqlarıdır. Bəli. Şimal xanlıqları isə Bakı, Quba, Şamaxı, Gəncə, Naxçıvan, İrəvan, Qarabağ, Naxçıvan, Şəki, Şamaxı və Şamaxı xanlıqlarıdır. Bəli, bugünkü Azərbaycanımız Dərbənd xanlığının çıxmaq şərti ilə və İrəvan xanlığının çıxmaq şərti ilə bugünkü Azərbaycanımız hamısı şimal xanlıqlarıdır. İrəvan təəssüflər olsun ki, ermənilərə, Dərbənd isə ruslardadır. Yerdə qalanlar isə demək olar ki, bizdədirlər. Bax belə. Orada maraqlı bir cümlə var. Deyir ki, 1745-1751-ci illər arasında Şah hakimiyyəti 5 dəfə əldən ələ keçir və bu mübarizənin Azərbaycandan uzaqda Xorasanda getməsi aydın məsələdir. Əsas məsələlər belə deyim, Xorasanda getdiyinə görə Azərbaycan xanlıqları burada əllərini, qollarını daha da yaxşı aça bilirdilər. Bəli, müəllimənin qeyd elədiyi kimi ilk müstəqil xanlığımız Şəki xanlığıdır. Yeganə xanlıqdır ki, Nadirin sağlığında yaranmışdı. Düzdür, Nadir həmin xanlığı 3 ildən sonra fəaliyyətini dayandırsa da, amma 1 ildən sonra Şəki xanlığı özünü yenidən bərpa etmişdir. Belə. Yarımüstəqil xanlıqlarımıza baxsaq, Şirvan yarımüstəqil xanlığını görürük. 1724-cü ildə söhbət, yəni Şamaxı xanlığından gedir. Hamımız yaxşı bilirik ki, İstanbul müqaviləsinə görə Şirvan xanlığı yarımüstəqil xanlıq elan olunmuşdu. Bundan başqa Quba xanlığı da 1726-cı ildə Rusların dövründə yarımüstəqil xanlığı idi. Bu isə Rusların nəzarətində. Bir də köhnə kitablar bəzən təzə kitabda verilir, bəzən isə verilmirlər ki, Gəncə xanlığı yenə Rusların tərkibində belə desək, yarımüstəqil xanlıq olub. Qubadan Rusların çıxması aydın məsələdir. Qubanın Səfəvlərə qaytarılması 1735-ci il təbii ki, Gəncə müqaviləsinə görə olacaq. Çünki Kürdən şimaldakı ərazidir. Lənkərandan isə Rusların çıxmağı təbii ki, 1732 Rəşd müqaviləsinə görə olacaq. Şirvandan da Osmanlı qoşunlarının çıxması yenə də təbii ki, 1734-də Nadir oranı alacaq və dediyimiz həmin o Quba, Şamaxı və Lənkəran belə deyim, yarımüstəqil xanlıqları da Nadir xan və yaxud sonradan isə Nadir şahın tərkibində düşəcək. Dediyimiz kimi 1745-51-ci ildə əsas mərkəzi hakimiyyət uğrunda mübarizə Azərbaycandan uzaqda getdiyinə görə bizim Azərbaycan xanlarının əli qolu daha tez açılmışdı. İlk danışacağımız xanlıq onda Urmiya xanlığı olsun. Həm deyəməsiniz, Urmiya xanlığı haqqında məlumat verin. Azərbaycanın belə deyək, cənub xanlıqları içərisində Urmiya xanlığı nisbətən güclü olub. Sadəcə Urmiya xanlığına keçməmişdən qabaq bir məsələni də vurğulayaq. Ən birinci cənub xanlıqlarının içərisində güclü xanlıq Təbriz xanlığı olub. Sonra Əmiraslan xanın ölümündən sonra Təbriz xanlığı zəifləyib. Ondan sonra Azərbaycanın cənub xanlıqları içərisində elə birinci Təbriz oldu. İkinci ən güclü xanlıq Urmiya. 1763-cü ildən sonra isə Azərbaycanın cənub xanlıqları içərisində nisbətən Xoy xanlığı öz gücünə görə fərqlənir. Təxminən xronoloji ardıcıllıq belə gedir. Urmiya xanlığı, buyurun, sizdədir. Məlumat verin, zəhmət olmasa. Bəli, Urmiya xanlığının əsası Fətəli xan Əfşar tərəfindən qoyulmuşdur. Hakimiyyət illəri 1747-1763-cü illərdir. Fətəli xan Əfşar həm də Azərbaycanı birləşdirmək uğrunda mübarizəyə başlayan 4 xandan biridir. Digəri Qarabağlı Pənahəli xan, Quba xanı Fətəli xan və Şəki xanı Çələbi xan idi. Yəni onların Quba xanı Hüseynəli xandan başlayaq. Quba xanı Hüseynəli xan. Hüseynəli xandan. Kərim xan Zənd hakimiyyətə gələndə xanlığın mərkəzi Urmiya şəhəri, daha sonra isə Təbriz şəhəri olmuşdu. Xanlığın hərbi qüvvəsini artırmaq məqsədi ilə Şahbaz xanı, yəni Xoy xanı
Şahbaz xanı öz tərəfinə çəkmək və eyni zamanda vaxtı ilə Nadir Şahın sərkərdəsi olmuş Azad xanla ittifaq bağlayır. Bəli. Mərkəzləşmə siyasəti həyata keçirir. Çünki Azərbaycan dediyimiz kimi birləşdirmək uğrunda mübarizəyə başlayan xanlıqlardan biridir. Bu məqsədlə Cənubi Azərbaycan xanlıqlarından Marağa, Qaradağ, Xoy və Sərab xanlıqları, eyni zamanda Təbriz xanlığını öz xanlığına daxil edir. Bundan bərabər... Amma buna baxmayaraq bir şey də qeyd eləməliyik ki, deməli, heç bir şimal xanlığımız yoxdur ki, ümumiyyətlə, elə bir xanlığımız yoxdur ki, bütün Azərbaycanı birləşdirə. Elə bir xanlığımız yoxdur ki, Şimali Azərbaycanı birləşdirə. Elə bir xanlığımız yoxdur ki, Cənubi Azərbaycanı birləşdirə. Urmiya Fətəli xan Əfşarında birləşdirə bilmədik Cənub xanlıqlarından, məsələn, Makonu götürə bilərik, məsələn, Ərdəbil xanlığını götürə bilərik ki, bax, bu xanlıqlar, belə desək, Ərdəbil xanlığı götürmək olar ki, bu xanlıqlar birləşməmişdilər. Yəni, Urmiya Fətəli xan Əfşar, Urmiya Fətəli xan Əfşar Azərbaycanın cənub torpaqlarını da birləşdirə bilməyibdir. Amma bu eyni zamanda Urmiya Fətəli xan Əfşar bilirik ki, mübarizə aparıb təkcə Azərbaycanın cənubu. Azərbaycanın cənubu da bilirik də o vaxtda İranın nəyi gedirdi? Azərbaycanın cənubu İranın şimalı gedir. Aha, bizim cənubumuz İranın şimalıdır. Bundan başqa bilirik ki, Urmiya Fətəli xan Əfşar təkcə İranın şimalı, yəni Cənubi Azərbaycan, eyni şeydir, İranın şimalı və yaxud Cənubi Azərbaycan. Cənubi Azərbaycan uğrunda yox, həm də İranın mərkəzi və Cənubi İran uğrunda mübarizə aparıblar. Və Urmiya Fətəli xan Əfşar bəs Azərbaycanın şimalında ilk yürüş etdiyi xanlıq hansı xanlıqdır? İrəvan xanlığı, bəli. İrəvan xanlığıdır. 1751-də yürüş eləmişdi. Köhnə kitablar bunu yazardı və hətta köhnə kitablar yazardı ki, Gürcülər İrəvan xanlığına kömək eləmişdi. Təzə kitablarda mən bildiyim qədərlə bunları çıxardıblar. Nəyə görə dedim? Çünki Gürcülərlə İrəvan xanlığı deməli həm dost, həm də düşmən olublar müəyyən məqamda. Amma biz onun əsasən düşmən olduğunu belirtsək xatırlayaq. İrəvan xanlığı alınmamışdı. Sonra mübarizəyə gələndə biz bilirik ki, Fətəli xan Əfşarın daha 2 rəqibi var idi və bu rəqiblər kimlər idi? Kərim xan Zənd və Məhəmməd Həsən xan Qacar idi. Kərim xan Zənd və Məhəmməd Həsən xan Qacar idi. Bəli, tamamilə doğrudur. Kərim xan Zənd və Məhəmməd Həsən xan Qacar. Kərim xan Zənd təbii ki, Fars kökənlidir, Zəndiyə tayfasındandır. Və eyni zamanda bilir ki, bu adam Azərbaycanı, belə deyim, Azərbaycan uğrunda mübarizə aparıb. Bu adam İrandan mərkəzləşmiş dövlət yarada bilib. Ümumiyyətlə, bəhs olunan dövrdə Azərbaycandan fərqli olaraq İrandan mərkəzləşmiş və vahid dövlət yaranıb. Yəni, bütün İran birləşdirilibdir. Bu da onu göstərir ki, Kərim xan Zənd Azərbaycanın, belə desək, cənub torpaqlarında birləşdirməyi bacarmışdır. Çünki bütün İranı birləşdirməyi bacarmışdısa. Bax belə, Kərim xan Zənd və digər rəqibi isə kimdir? Məhəmməd Həsən xan Qacar. Məhəmməd Həsən xan Qacar. Bunun isə mənşəyi nədir? Qacar sülaləsindəndir. Yəni türkdür. Eyni zamanda türkdür. Bəli. Həsən, əgər arxasında Həsən varsa Məhəmmədin, bu atadır. Amma Həsən olmasa, bu nə olur? Bu olur, bəli. Ağa Məhəmməd xan Qacar olur. Yəni oğlu olur. Fətəli xan Əfşar isə bunlarla rəqibdir. Amma işin maraqlı tərəfi ondan ibarətdir ki, bunların üçü də bir yerdə deyillər. Üçü də ayrı-ayrı rəqiblərdir, bir-birlərinə qarşı mübarizə aparırlar. Bu üçlük arasında əvvəlcə biz kimin nüfuzunu daha tez artırırıq? Məhəmməd Həsən xan Qacarın. Ən əsas Məhəmməd Həsən xan, ən tez Məhəmməd Həsən xan Qacar, belə deyim, nüfuza minir. Və Məhəmməd Həsən xan Qacar, təbii ki, harada otururdu bu? Astrabadda. Astrabadda otururdu. Vaxtlı Astrabadda bunlara kimlər vermişdilər? Onlara verən Məhəmməd Həsən xan Qacara, Urmiya xanlığını Səfəvilər. Səfəvilər vermişdi. Səfəvilər, bəli, Qacarları bilirik axı, Qacarlar Səfəvləri yaradan 7 Qızılbaş tayfasından biridir. Bəli. Astrabada onu ərazi kimi vermişdi. Kərim xan Zənd isə Farsdır, Zəndiyə tayfasındandır və təbii ki, onun şəhəri isə haraydı? Şiraz idi. Şiraz. Bəli, bu məsələni bildik. Əvvəlcə Məhəmməd Həsən xan Qacar, deməli, üstün görünür və Məhəmməd Həsən xan Qacar bəzi Cənubi Azərbaycan xanlıqlarını tabe etdikdən sonra Məhəmməd Həsən xan Qacar onun hücumu hansı şimal xanlığımız olur? Qarabağ. Qarabağ xanlığı. Bəli, Qarabağ xanlığı olur. Və 1757-ci ildə Pənahəli xanla hansı döyüşə girir? Xatın arxası. Xatın arxında məğlub olur. Eyni zamanda eşidir ki, Kərim xan Zənd onun ölkədə olmamasından istifadə edib hara hücum eləyib?
Yenə də Astrabada, Cənub ərazisinə, Astrabad ərazisinə. bəli, Astrabad ərazisinə hücum edib və ona görə də Qarabağ xanlığı tuta bilmir. Astrabadın da təhlükədə olduğunu görə Məhəmməd Həsən xan Qacar geriyə qayıdır və geriyə qaydanda hansı Cənubi Azərbaycan xanlığını tabe edir? Urmiya. Urmiya xanlığı tabe edir. Bəli. Urmiya xanlığı ərazisini tabe edir. Bəli. Atabala Urmiyanı tabe ediblər. Məhəmməd Həsən xan Qacar da eyni zamanda gələcəkdə oğlu Ağa Məhəmməd xan Qacar da Urmiyanı tabe ediblər. Bundan sonra bir döyüşdə onlar döyüşə girsələr də, amma döyüşə girməmişdən qabaq Məhəmməd Həsən xan Qacar elə Zəddər tərəfindən sui-qəsd nəticəsində aradan götürülür. Vəssalam. Öldürülür. Biz qalacağıq, deməli, onun oğlu qalır. Məhəmməd xan Qacar. Məhəmməd xan Qacar da bir gün Kərim Xanzəndə qarşı vuruşdadır, amma Kərim Xanzənd onu əsir götürsə də, amma onu öldürmür. Niyə öldürmür onu? Edam etdirir. Edam elətdirir bunu. Kimi? Yox. Məhəmməd Həsən xan Qacar öləndən sonra onun yolunu kim davam etdirir? Oğlu. Ağa Məhəmməd xan Qacar. Ağa Məhəmməd xan Qacar da Kərim Xanzədlə döyüşə girsə də, amma döyüşlərdən birində əsir düşür. Bəs Kərim Xanzənd niyə onu öldürmür? Onun nəsə özünü yaxşı göstərmək üçün Barışmaq üçün. Qacarlarla barışmaq üçün. Qacarlarla barışmaq üçün. Əslində yanlışlıq var bu cümlədə, nəysə, kitabda belə yazır. Qacarlarla barışmaq üçün onu yanına götürür və doğrudan da gəlicidə Ağa Məhəmməd xan Qacardan çox savadlı bir şəxs kimi idarədə istifadə edir. Ümumiyyətlə, Ağa Məhəmməd xan Qacar çox savadlı adam olub, həddindən artıq. O dövrün tarixçiləri yazırdılar ki, üzr istəyirəm, yəni hökmdarlar bir səfərdən digər səfərinə gedəndə, arvadları daşıyanda Ağa Məhəmməd xan Qacar kitablarını daşıyırdı. Kərim Xanzənd onu əsir saxlasa da, dəyməsə də, oxutdursa da, özünün şəxsi mirzəsi etsə də, amma Məhəmməd xan Qacara çox böyük mənəvi zərbələr vurub və hətta Kərim Xanzənd biz bilirik ki, 1779-cu ildə öləndə Ağa Məhəmməd xan Qacar qaçır və sonradan özünü hökmdar elan edir. Ağa Məhəmməd xan Qacar Kərim Xanzəndə o qədər nifrət eləyib ki, adam yəni hökmdar seçiləndən sonra Kərim Xanzəndin qəbrindən sümükləri çıxardıb öz taxtının ayağının altına bastırmışdı. Və eyni zamanda Ağa Məhəmməd xan Qacar İranda Zəndiyə tayfasını tamamilə kökün kəsib. Yəni ən axırda belə deyim, Beşikdə qalan 2 aylıq körpüyə də güzəşt eləmir və bütün Zəndiyə tayfasını demək olar ki, Ağa Məhəmməd xan Qacar kökün kəsib atasının qisasını alacaq. Nəysə, Ağa Məhəmməd xan Qacar amili bizdən uzaqlaşdı. 2 dənə rəqib qaldı. Fətəli xan Əfşar və Kərim Xanzənd. Hələ ki, Fətəli xan Əfşarla davam edir. Fətəli xan Əfşarın nüfuzu getdikcə artır. Fətəli xan Əfşar 1759-da hara hücum eləyir? 1759-cu ildə Qarabağ üzərinə hücum eləyir. Bu hücumda da ona Qarabağın tabeliyində olan məlikliklər köməklik göstərirlər. Bəli. Əsas Şuşa şəhəridir ki, Şuşa şəhəri 6 aylıq mühasirədən sonra Qarabağ xanı Pənahəli xan oğlu İbrahim Xəlil xan girov verilməklə azad olunur. Bəli. Əslində orada Urmiyalı Fətəli xan Əfşar yaxşı hərəkət eləmir. Urmiyalı Fətəli xan Əfşar Pənahəli xanın öz oğlu İbrahim Xəlil onun yanına elçi kimi göndərir ki, şərtlərini de, nə ilə razılaşaq. Amma o, belə deyim də, hörmətli elləri İbrahim Xəlil xanı əsir götürür. Pənahəli xan öz əlindən İbrahim Xəlil xanı vermir. Bu İbrahim Xəlil xanı əsir götürür. Çünki Pənahəli xan oğlunu göndərmişdi ona inanaraq. Və bundan sonra Pənahəli xanın asılı olmaqdan başqa çarəsi qalmır və biz bilirik ki, Qarabağ xanlığı yeganə xanlıq Urmiya xanlığıdır ki, ondan asılılığı qəbul edir. Bax belə. Və Qarabağ xanlığı tabe olmasından demək olar ki, başqa hansı iki xanlığımız Fətəli xan Əfşara tabe oldu? İrəvan və Şəki. İrəvan və Şəki, bəli. İrəvan və Şəki xanlıqları. Bəli, İrəvan və Şəki. Yəni tabe edildi. Bəli, İrəvanın vaxtında çox cəhd eləmişdi, amma alınmamışdı. Vəssalam. Bunu da bildik. İndi dediyimiz kimi mübarizə kimlərin arasında gedir? Kərim Xanzənd və Fətəli xan Əfşar arasında. Eyni zamanda Fətəli xan Əfşar Kərim Xanzəndin qardaşını da öldürmüşdü. Ona görə aralarında belə deyim də bir ailə ittifaqı da var idi. Bəli. Onların arasında olan belə deyim proseslər haqqında həm deyəm məlumat verin. Deməli, Kərim xan bundan sonra daha doğrusu 1761-ci ildə Azərbaycanın cənubuna hücum eləyir. Kərim xanla Fətəli xan arasında baş verən döyüş isə Uçan düzündə baş verən
Qaraçəmən döyüşüdür ki, 1761-ci ildədir. Həmin döyüşdə üstünlük öncə Fətəli xan da olur. Lakin sonra onun müttəfiqi olan Xoylu Şahbaz xan xəyanət eləyir və çətin vəziyyətə salır onu. Urmiyaya geri çəkilmək olur. Hücum nəticəsində, yəni Kərim xanın Azərbaycanın cənubuna hücumu nəticəsində xana qarşı, Fətəli xana qarşı olan mübarizədə bu iki xan arasında ziddiyyətlərdən o çox gözəl məharətlə istifadə eləyir. Belə ki, Kərim xan ona məktub göndərir, ittifaq bağlamağı, daha doğrusu təklif eləyir. Lakin Kərim xan bu çağırışı qəbul etdikdən Bizdə də gəlmir. Deməli, vəziyyət necə? Bizdə də gəlsin. 1761-ci il Qaraçəmən döyüşündən hələ qabaq, 1760-da Kərim xan Zənd hücum etmişdi. Lakin Fətəli xan Əfşar onu geri oturtmuşdu. Yəni Qaraçəmən döyüşü onların arasındakı ilk döyüş deyil. Bundan qabaq olub. Qaraçəmən döyüşü haqqında məlumat verdik və Qaraçəmən döyüşündə çox gözəl qeyd elədiniz. Qaraçəmən döyüşündə məğlub olandan sonra Fətəli xan çəkilir Urmiyaya. Çünki onun iki paytaxtı var idi, Təbriz və Urmiya. Urmiyaya çəkilir, Urmiya qalasına və 1762-ci ilin may ayında Marağa şəhərini tutan Kərim xan Zənd 1762-ci ilin may ayında. Yəni haranı mühasirəyə alır, Marağanı mühasirəyə alır. Yəni hər tərəfdən onu belə deyim, tabe eləyir. Bax, buradan belə deyim də mühasirəyə alır. Marağanı tutur və Urmiya xanlığı mühasirədədir. Fikir verin. Fətəli xan Əfşar da çəkilir bax Urmiyaya və Marağanı tutandan sonra xanlıqlara müraciət edir ki, gəlin. Və ilk növbədə hansı xanlığa müraciət edəcək? Qarabağ xanlığı. Çünki həm Qarabağ xanlığı özü birləşdirmək istəyir və eyni zamanda da Qarabağ xanlığı oğlu əsirlikdədir. Bir Qarabağ özünə tərəf çağırır. Sonra hansı xanlıqlarımız özünə tərəf çağırır? Qarabağ xanlığından sonra Qarabağ, Qaradağ, özünə tabe etdiyi Qarabağ, Qaradağ, Xoy, Sərab, Marağa, Sərab, Şəki və Təbriz xanlıqlarıdır. Şəkiyə dəyin. Özünə tabe edir. Yox, ona dəyməyin, ora getməyin. Fətəli xan Əfşar, Kərim xan Zənd 5 xanlığı öz yanına çağırır. Qarabağ, Qaradağ, Naxçıvan, Xoy, Sərab. Marağana tutublar və hamısı birləşirlər hara hücum etmək üçün? Urmiyaya hücum etmək üçün. Düzdürmü? Bəli. Urmiya Fətəli xan Əfşarı götürürlər. Və bundan sonra Kərim xan Zənd o xanlıqlarımızda müraciət eləyir ki, siz gedin harda yeyib içməyə? Şirazda. Şirazda, bəli, Şirazda. Şirazda gedin yeyin için, mən də nə edəcəm? Gələcəm. Və deməli, bundan sonra Şiraz eyni zamanda göstərməyə çalışdı. Kərim xan Zəndin iqamətgahı məhz buradadır, Fars körfəzinə yaxın. Və digər xanlıqlar getdilər Şiraz şənliklərinə. Amma Şiraz şənlikləri onlar üçün nəyə çevirdi? Əsl faciə çevirdi. Və demək olar ki, onlar hamısı atsı vəziyyətə düşdülər. Bəs Kərim xan Zənd İbrahim Xəlil xanı buraxdı mı? Yoxsa onu da əsirlikdə saxladı? Əslində o hamısını burada əsirlikdə saxlamaqla həm də özünə tabe etməyə çalışırdı. Yox, Qarabağ xanı Pənahəli xanı saxladı yanında. İbrahim Xəlil xan isə atsı buraxdı. Çünki İbrahim Xəlil xan girovluqdaydı axı, ona görə. Və Kərim xan Zənd İbrahim Xəlil xanı ona görə azad etmədi ki, İbrahim Xəlil xana canı yandı və yaxud kişilik eləyib sözün üstündə durdu. Əlaqəsi yox idi. Sadəcə olaraq Qarabağ xanı Pənahəli xan Kərim xan Zəndin təklifi ilə onun köməyinə gələndə kiçik oğlu Mehrəli bəyi qoymuşdu orada. Və Kərim xan Zənd də İbrahim Xəlil xanı azad edib Qarabağa göndərdi ki, qoy iki qardaş bir-birlərini qırsınlar və Qarabağ xanlığı zəifləsin. Yəni Kərim xan Zənd xanlıqlar arasında, xanlıqların içərisində nifaq toxumu səpmək üçün çox peşəkar bir kadr idi. Yəni adam çox peşəkar oldu. Və xanlıqlar arasında, o xanlığın daxilində, Qarabağ xanlığının daxilində o Mehrəli və belə desək, İbrahim Xəlil xan arasında ciddi problemlər yaradır. Bax belə. Və bu döyüşdən sonra Urmiya xanlığı zəifləyir. Urmiya xanlığı zəiflədikdən sonra isə təbii ki, ona tabe olan bütün xanlıqlar nə olurlar? Müstəqil olurlar. Düzdürmü? Müstəqilliklərini bəli əldə edirlər, bərpa edirlər. Təbriz xanlığı haqqında qısa məlumat verək. Təbriz xanlığının əsası Nadir Şahın ölümündən sonra qoyulmuşdu. Əfşar tayfasından olan Əmraslan xan tərəfindən qoyulmuşdu. Həmin o Əmraslan idi ki, Sam Mirzə üsyanını yatırtmışdı. Müstəqil siyasət yürüdən Cənubi Azərbaycan xanlıqlarındandır. Ərdəbili və
Qaradağı özünə tabe eləyə bilmişdi. Urmiya xanlığından asılı vəziyyətə düşmüşdü Təbriz xanlığı. Həmçinin 1763-cü ildə Kərim xan Zənd tərəfindən Fətəli xan Əfşarın məğlub edilməsindən sonra isə yenidən müstəqillik əldə edən Cənubi Azərbaycan xanlıqlarındandır. Əfşar nəslidir burada həm də. Bəli. Eyni zamanda da Şimali Azərbaycanda tabe etməyə çalışıb. Aha, Xoy xanlığı haqqında məlumat alaq. Xoy xanlığının əsası yenə 1747-ci ildə qoyulmuşdu. Əsasını qoyan xan Şahbaz xandır. Nadir Şah dövründə Xoyda hakim olmuşdu. Xoy xanlığının ikinci xan isə Əhməd xandır. Hakimiyyəti 1763-1786-cı illərdir. Onun dövründə xanlıq daha da güclənmişdi. Azərbaycan xanlıqları ilə bir neçəsi ilə və bir də Gürcü çarlığı, Kartlik Kaxetiya çarlığı ilə diplomatik münasibət saxlamışdı Xoy xanlığı. Bəli, bu cəhətdən Qarabağa da oxşuyur İbrahim Xəlil xana, bəli. Azərbaycanın cənubunda Urmiyadan sonra ikinci güclü xanlıq deyə bilərik. Bəli, yəni Təbriz, sonra Urmiya, sonra Xoy təxminən bu cür gedir. Bəli, hansı xanlıqlarımızı tabe etmişdir? Xoy xanlığı Naxçıvan, İrəvan, İrəvan, Təbriz, Naxçıvan, bəli, Təbriz, Qaradağ. Yəni bu cəhətdən də yenə Xoy Qarabağa oxşuyur. Bax belə. Tamam. Çox təşəkkür edirəm Əmiyyə, sağ olun. Bəzi məqamda sizin sözünüzü kəsdim, o bəzən adamın sözünü kəsəndə adam çaşır. O normal bir şeydir. Narahat olmayın. Sadəcə həmin məqamda mən deməliyəm, çünki sonra onu demək artıq mənasızlaşır. Olsun. Şəms müəllimə burdadır. Buradayam müəllim. Aha. Şəms müəllimə, Ərdəbil xanlığı haqqında nə deyə bilərsiniz? Ərdəbil xanlığının əsasını Bədir xan qoyub. Bəli. Qubalı Fətəli xan da 1784-cü ildə Ərdəbilə yürüş edib, amma Rusiyanın narazılığı ilə geri qaytarıb. Bir də ki, 18-ci əsrin sonlarında Qacarlara tabe olub. Ümumiyyətlə, mən belə bilirəm ki, Cənub xanlıqları Qacarlara tabe olublar. Bütün Cənub xanlıqlarımız Qacarlara tabe olub. Bəli, Bütün Cənub xanlıqlarımıza Qacarlar son qoyub, bir dənə xanlıqdan başqa. Qaradağ. Ha eləyib 1790-cı illərdə belə deyim, Ağa Məmməd xan Qacar bura gələnə qədər artıq Qaradağ xanlığını 1782-də iki xanlıq bölmüşdü. Xoy və Qarabağ. İkisi hücum edib. Bəli, Qaradağı artıq tutmuşdu. Məsələni bildik. Ərdəbil xanlığının əsasını Şahsevən tayfasından olan Bədir xan qoyub. Təbrizlə Qarabağ xanlığını özündən asılı vəziyyətə salıb. Sonradakı bayaq dediklərim də Qubalı Fətəli xan yürüş eləyib tutub, amma sonra Rusiyanın narazılığı ilə geri qaytarıb, möhkəmlənə bilib. Rusiya, Azərbaycanın digər xanlıqları, Dağıstan hakimləri, amma Ərdəbil xanlığının hansısa bir xanlığı tutması haqqında mən bildiyim qədərlə təzə kitabda məlumat saxlamayıblar. Onu deyib özünüzü saçdırmayın. Ərdəbil xanlığının harasa tutması haqqında məlumat yoxdur. Aha, qısa olaraq Qaradağ xanlığı haqqında da məlumat verək. Müəllim, mən Təbriz və Qarabağ xanlığından Ərdəbilin asılı olduğunu deyirdim. O tamam, o özüdür. Bəli, mən səhv başlamışam. Tamamilə haqlısınız. Yəqin mən də səhv demişəm. Ola bilər, hansımızsa səhv eşitdik. Aha, buyurun. Qaradağ, aha. Bəli. İndi Qaradağ deyim. Qaradağın əsasını Kazım xan qoyub. O da Urmiya ilə bir də Qarabağ xanlıqlarından asılı vəziyyətə düşüb. Bir də bu Qaradağ Şiraz şənliyində də bayaqdan danışırıq, iştirak eləyib. Sonradakı siz dediyiniz kimi bayaq 1782-ci ildə Xoy və Qarabağ xanlıqlarının birləşmiş qüvvələri tərəfindən işğal edilir və müstəqilliyinə son qoyulur. Bir də ki, ona Qacarlar dövləti son qoymayıb da, yəni Qacarlardan qabaq Qarabağ və Xoy. Bəli. Tamamilə haqlısınız. Ümumiyyətlə Qaradağ xanlığı yetim xanlıq olub. Belə gələn gedən bunu tabe eləyib. Bir də bayaq bilmirəm, xüsusilə onu vurğuladım yoxdur. Təbriz xanlığı Azərbaycanın şimal xalqlarını tutmağa cəhd edibdir. Məncə dedim. Sonra Sərab xanlığı haqqında, Maku xanlığı haqqında qısa məlumat verək. Maku Əhməd xan tərəfindən yaradılıb. O da Qacarlardan asılı vəziyyətə düşüb. Bir də ki, Bayat tayfasından məxsus idi. Bəli. Şəki də Bayat tayfasındandır. Aha, Sərab xanlığı. Sərab Şəqaqidir. Yox, Şəqaqi tayfasındandır. Bəli, Əli xan qoyub əsasını. Bəli. O da Qacarlar tərəfindən Qacarların tərkibinə daxil olub.
Bəli, tamamilə haqlısınız. Marağa. Marağa Əliquludur, müqəddəm tayfasıdır. Elə M deyə yadımda saxlayıram. Bəli, bəli, Bəli. bəli, Sonra o tamamilə da doğru. Qacarların tərkibinə daxil olub 17-ci əsrin sonları, 18-ci əsrin sonlarında. Bəli, Zəncana xanlığı. Zəncandakı Zülfüqar Bəli. Əfşar tayfasındandır. Bəli. Başqa? Başqa da elə bir şey yoxdur. Aha, Hı -hı. tamam. Gəlin bax Şəki xanlığına. Davam edək Şəki xanlığı ilə. Bəli. Şəki xanlığına baxsaq, Şəki xanlığını kim yaratmışdı? İlk dəfə bilirik. Hacı Çələbi xan. Hacı Çələbi xan neçədə yaratmışdı? Bəli. 1743-cü ildə Azərbaycan ilk 1743. müstəqil xanlığıdır. Bəli, ilk müstəqil xanlığıdır. Sonra necə oldu ki, Şəki xanlığı dayandı? Nadir şahla onlar arasında münasibət pozuldu. Gələsən görəsən qalası uğrunda mübarizə idi da. Hansı ki, yəni onu nağıl eləyim ki, lazımdır ki, o. Yox, yox, qətiyyən lazım deyil. 46-cı ildə dayandı, sonra Bəli, Nadirin ölümündən sonra isə yenidən müstəqil oldu. Biz bilirik ki, Şəki xanlığı bir dənə hansı sultanlıqdan başqa bütün hər yeri tutmuşdu demək olar ki, Ərəş. İlisso sultanından başqa demək olar ki, bütün xanlıqlar Şəkiyə, bütün sultanlıqlar Şəkiyə tabe olub. O Şəki xanlığı sultanlıq mövzusunda baya mənfətli olsa da, amma demək olar ki, xanlıqlar mövzusunda heç bir xanlığı ələ keçirə bilməyib. Şəki xanlığı heç bir xanlığı ələ keçirdə bilməyib. Bəli, yəni görmürük. Bəli. Ancaq sultanlıqlardır, hansı ki, bu Nadir xan öləndən sonra Hacı Çələbi Azərbaycanı birləşdirmək uğrunda mübarizə aparır və ilk növbədə gedir Qəbələ ilə Ərəş sultanlıqlarını tabe eləyir. Sonra gedir Təbriz xanlığına yürüş eləyir, amma Təbriz xanlığına yürüşü uğursuzluqla nəticələnir. Sonra Qarabağla bunlar arasında Bayat savaşı olur, hansı ki bu Bayat savaşını özü başladır. Qarabağ Şəkinin özü başladır və Qarabağ xanlığına məğlub olur. Hətta orada belə bir cümlə işlədir ki, nə deyir ay Allah? Deyir ki, hər xan bir sikkəsi gümüş idi. Gümüş idin, gəldin, mən sənə sikkə vurdum, geri qayıtdım. Bəli, yəni səni hörmətə mindirdim, geri qayıtdım. Bəli. Bayat savaşında Şəki Şamaxı ilə bir yerdədir. Ehtiyatlı olaq. Bu da onu göstərir ki, Qarabağ həm Şamaxı ilə mübarizə aparır, həm də Şəki ilə mübarizə aparır. Eyni zamanda Qarabağ içəridən də təbii ki, məlikliklərlə mübarizə aparırdı. Bu məsələni bilmiş olduq. Olsun. Təbii ki, Qəbələ və Ərəş sultanlıqları, təbii ki, həmin o əraziləri də bir xəritə üzərindən göstərməyə çalışaq. Bu xəritəmizdə deyəsən o hissə yaxşı düşməyib, eybi yox. Qəbələ və Ərəş istiqamətinə yaxşı düşməyib o hissələr. Eybi yox. Qəbələ və Ərəş tabe edəndən sonra təbii ki, növbəti hədəf Qazax və Borçalı idi. Və Qazax və Borçalını müəllim Qızılqaya xəyanətindən sonra eləyir. Bəli, elə onu demək istəyirəm. Qazax və Borçalı Qızılqaya xəyanətindən sonradır. Qəbələdir, Ərəşdir, Qutqaşendir. Onlar isə Qızılqaya xəyanətindən belə desək əvvəldir. Ümumiyyətlə Qəbələ və Ərəşin tutulması artıq Gürcü 2-ci İraklini bərk narahat eləyir. Kartli Kaxeti hakimini bərk narahat etməyə başlayır. Çünki bilir ki, bugün Qəbələ Ərəşi götürən sabah da 100% neyniyəcək, bu əraziləri götürəcək. Ona görə də artıq başlayır 1751-ci ildən belə desək Hacı Çələbiyə qarşı çıxmağa. Amma 1751-də Hacı Çələbiyə uduzur. Sonra isə hansı xəyanətə əl atır? Qızılqaya xəyanətinə. Bəli, Qızılqaya xəyanətinə hansı xanlıqlarımız var? Deməli, deyim bu saat. Naxçıvan, İrəvan yan-yana, Gəncə, Qaradağ, Qarabağ. Bəli, və bir də Gəncə. Bəli, tamamilə haqlısınız. İrəvan, Naxçıvan, Qarabağ, Qaradağ, Gəncə. Yəni qafiyə İrəvan, Naxçıvan, Qarabağ, Gəncə. Məsələ bilir. Bəli. Bu xanlıqlar elə Gəncə yaxınlığında təbii ki Qızılqaya adlı yerdə Gəncə yaxınında əsir götürürlər və Hacı Çələbi isə kişilik nümunəsi eləyər, onları azad edir. Həmçinin bundan sonra gedib Haranda tutur. Qazax və Borçanı da azad edir və buranın idarəsini kimə tapşırır? Nədir ondan? Ağa kişiyə? Oğlu Ağa kişi bəyə tapşırır. Bəli, tamamilə doğrudur. Əla, çox gözəl. Oğlu Ağa kişi bəyə tapşırır. Bəs ömrünün sonlarında Şəki hara hücum eləyir? Şirvana yürüş eləyir müəllim 1753-cü ildə, amma bu da plan baş tutmur. Niyə? Çünki şey olur da, nədir onun adı? Niyə olmur? Quba xanı Hüseynəli xan ona kömək edir. Bəli. Özdə bu adam Avstriyaya kömək edir. Yeni Şamaxıya belə deyim hücum eləyir. Quba xan Hüseynəli xan da Şamaxıdan pul aldığına görə ona kömək edir. Bir sözlə Hacı Çələbi fiyasko. Hacı Çələbinin Gürcülərlə müharibəsi var. Hacı Çələbi Osmanlı ilə yaxınlaşıb. Hacı Çələbi müxtəlif məscidlər falan bitirib, eləyib, bunları bilək. Nəyə görə dedim onun Gürcülərlə müharibəsi olmasını? Nəvəsi onu çox oxşuyur, Məhəmməd Həsən.
Məhəmməd Həsənin də gürcülərlə savaşı var. Hətta o Osmanlı sarayına göndərdiyi belə deyim məktubda da gürcülərə qalib gəldiyini göstərir. Bu da onu göstərir ki, babasına oxşuyur. Gürcülərə qalib gəldiyinə görə babasına oxşuyur. Osmanlı ilə kontakt yaratdığına görə babasına oxşuyur. Müxtəlif belə deyim vergi falan nizama saldığına görə, amma babasından fərqli olaraq hadisələrdə də vergi sistemi var idi. Babasından fərqli olaraq adamın qanunnaməsi var və yeganə xandakı qanunnaməsi var. Bunu təbii ki yaxşı bilirik, hamımız yaxşı bilirik. Bəli. Aha. 1755-də hadisələr böləndən sonra kim gəlir Ağa hakimiyyətə? kişi gəlir, ağa kişi Bəli. 4 olur hakimiyyətdə, 59-cu ildə Bəli, hakimiyyətdə. bəli. İndi bunun haqqında nə deyim ki? Ondan sonra isə kim gəlir? Sui-qəsd nəticəsində Hüseyn gəlir. Qazquluqlu Sırxay xan gəlir. Aa, Bəli, çünki Hadisələbi öz oğlu Hadisələbiyə Qazqumluq hakiminin qızını almışdı. Qaynata öldürür kürəkəni və gəlir hakimiyyətə. O da cəmi neçə gün qalır hakimiyyətdə? 40 gün. 40 gün. Çünki şəkillər özlərini yedizdirə bilmirlər ki, belə bir şəkildə kişi tapılmadı ki, dursun Dağıstandan bir Qazqumluqlu Qazqumluqdan bir adam Sırxay gəlir. Hacı Davudla birləşən kişi deyil. Hacı Qazqın Davud. Yox, Qazqumlu gəlir. Məhəmməd, Qazqumlu Məhəmməd. Hə, Aha, Qazqumlu Məhəmməd. Bəlkə mən Sırxay dedim, səhv dedim. Hə, Aha. bəli, Sırxay. Hə, tamam, əla. Bax, onu çox gözəl qeyd edirsiniz. Qazqumlu Məhəmməd deməli onu öldürür Ağa Kişi bəy və sonra dediyim kimi 40 gün hakimiyyətdə olur, amma Şəki cəmaatı fikirləşir ki, yəni belə bir şəkildə bu qədər kişi tapılmalı ki, dursun bizi qıraqdan kimsə idarə eləsin. Ona görə də kimi gətirirlər 1759-da hakimiyyətə? Hüseyn gəlir hakimiyyətə. Hüseyn gəlir hakimiyyətə və Bəli. Hüseynin gəlməsi ilə Hüseyn burada Qubalı nələr Fətəli başlayır? xan- Bəli, deyim müəllim. Deməli Hüseyn xan hakimiyyətə gəlir, 20 il ərzində hakimiyyətdə olur, 79-cu ilə qədər. Deməli Hı -hı. Qubalı Fətəli xanla müttəfiqlik siyasəti yürüdürlər. O müttəfiqlik siyasəti də ondan ibarət olur ki, Şamaxının ərazisini bundan Şəki arasında bölüşdürülür. Yəni Hüseyn Gəlin xan belə eləyək, gəlin belə eləyək. 1759-da onların xronologiyanı toplayaq. 1759-cu ildə Hüseyn xanı gətirək, özə kimin hesabına gətirək? Yerli əhalinin və Qubalı Fətəli xanın köməyi ilə Bəli. gətirək. Amma unutmayaq, 1759-cu ildə Qubalı Fətəli xan onu gətirsə də və yaxud 1768-də onlar dalaşsa da, Şəkinin Qubadan asılılığı heç birisi deyil. Şəkinin Qubadan asılılığı 1785-dir. Bilirsiniz, əgər yadınızdadırsa, Şəmsəddin Eldəniz Lənkəranın. Bəli, Şəmsəddin Eldəniz 1160-da Şirvanşah Axsistanı gətirəndə Şirvanşah ona asılığı qəbul etdi. Yəni deməkdə məqsədim odur ki, elə hər dəfəsində hakimiyyətə gətirməkdə kiməsə kömək edirsənsə, o demək deyil ki, həmin xanlıq səndən asılığı qəbul edir. Yəni elə bilməyin ki, Qubalı Fətəli xan onu hakimiyyətə gətirməyə kömək edib və buna görə də o Şəkidən asılı olub, ehtiyatlı olun. Daha doğrusu Şəki Qubadan asılı olub. Xeyr, 1759 onu götürməyək. Nəysə, Qubalı Fətəli xanla belə deyim, dostdur. Hüseyn xan gəlməsi ilə Şəkidə hakimiyyət çəkilmələri başlayır. Amma rast ki biz Qubalı Fətəli xanı eşitdik. Burada dayanaq, keçək Quba olan hissəyə. Şəms Məmməd, təşəkkür edirəm. Lalə amma buradadır. Bəli, Ceyhun müəllim. Axşamınız. Lalə, axşamınız xeyir olsun. Bir daha Quba, buyurun. Deməli 1726-cı ildə Hüseyn xan tərəfindən, Hüseynqulu xan tərəfindən, yəni Hüseyn Əli xan tərəfindən rusların ona verdiyi idarəçiliklə meydana gəlmişdi. Yəni xanlıq şəklində idarə olunmasa da, amma idarəçilik Hüseyn Əli xandaydı. Bəli. Ondan sonra Nadir Şah vəfat etdiyindən sonra 1747-ci ildə Quba xanlığı müstəqil idarə olunmağa başladı. İlk mərkəzi Xudat şəhəri idi. Bəli. Sonra Quba şəhəri oldu və Quba strateji baxımdan çox yəni mövqe yerləşdirməyinə görə çox əlverişli idi. Çünki orada dağlıq zona hesab olunurdu və bura yürüşlər, xarici belə deyək də, yadili düşmənlərin bura dəfələrlə yürüşü o biri xanlıqlardan fərqli idi, yəni olmurdu. Bəli. Mərkəz Quba şəhəri olduqdan sonra, bəli, təbii ki, digər xanlar kimi Quba xanlığı da birləşdirmə siyasəti irəli sürür və ilk növbədə 1757-ci ildə Salyan birləşdirilir Quba xanlığına. Bəli. Və onun 1758-ci ildə Quba xanlığı Fətəli xan gəlir hakimiyyətə, yəni Hüseyn Əli xanın oğlu Fətəli xan gəlir hakimiyyətə və Fətəli xanın hakimiyyət illəri 1758-1789-cu illəri əhatə edir. Fətəli hakimiyyət illərində Quba xanlığı daha da qüdrətlənir, qüvvətlənir, güclənir. Çünki onun belə deyək də, 3 siyasəti var idi. Birləşdirmə siyasəti, ondan sonra vergi siyasəti və bir də köçürmə siyasəti. İlk növbədə vergi siyasətindən danışaq. Vergi siyasətində əsas
əsas diqqəti verir. Naiblər əvvəllər vergiləri toplardı və bunu ləğv eləyir. Məsələn, naiblər ləğv eləyir və tapşırılır deməli kənd xudalara, amma kənd xudalar vergini yığıb dövlət, yəni xan xəzinəsinə verməli idi. Sonra deməli dövlətin belə deyək də xan xəzinəsinin vergiləri yığılmasında da nəzarəti yalnız deməli qaravullar, xan qaravulları həyata keçirilirdi. Bəli. Sonra gəlir deməli köçürmə siyasəti. İlk növbədə deməli dövlətin belə deyək də Qubanın sərhədlərini möhkəmlətməkdən ötəri köçürmə siyasətini həyata keçirdir və daha çox Muğan ərazisindən, deməli sonra digər belə deyək də Qubanın yaxın ərazilərindən sərhədlərə əhalini köçürdür və bir də Şamaxıya köçürmə siyasəti eləyir və Ərdəbildən də hətta əhalinin bir hissəsini köçürdür və köçürmə siyasətindən sonra birləşdirmə siyasətinə üstünlük verir və birləşdirmə köçürmə siyasəti dediyimiz kimi birinci əhalinin sayını artırmaq üçün Muğandan, Gilandan, Ərdəbildən əhalini hara köçürdü? Əhalini köçürdü şimala. Şimalısı. Bəli, sırf özünə etnik dayaq, ya etnik deməzdim, sosial dayaq deyərdim. Çünki biz bilirik ki, adamın növbəti paytaxtı Şamaxı xanlığı olacaq. Şamaxı xanlığına keçdikdən sonra burada özünə dayaq yaratmaq üçün isə köçürür Dərbətdən, Qubadan və Salyandan. Amma sırf özünün təhlükəsizliyini qorumaq üçün, bəli, düz dediniz, Ərdəbildən əhalini hara köçürdür? Şahsevənlərə köçürdür. Şahsevən tayfası ona görə şahsevəndir ki, doğrudan da onlar sözün əsl mənasında şahlarını sevirdilər. Ona görə şahsevən tayfalarını köçürür. Bax belə. Ondan sonra isə bəli, artıq birləşdirmə prosesini yenidən davam etdirə bilərik. Yəni vaxtilə atası. İki mərhələdə aparılır. Qubalı Fətəli xan hakimiyyəti illərində. Deməli, birinci mərhələ 1759-cu ildə Dərbəndi birləşdirir. Çünki Dərbənd xanı vergiləri artırır da əhali narazı idi. Və ona görə də əhali xanlığına özü müraciət edir məktub şəklində və Qubalı Fətəli xan 1759-cu ildə Qubanı birləşdirir, Dərbəndi birləşdirir Quba xanlığına 1759-cu ildə. İkinci mərhələdə birləşdirmə siyasəti Bakı xanlığı olur. Bakı xanlığı 1768-ci ildə Nigah ikinci mərhələdə olmur. Dərbətdən sonra ikinci addım kimi. Çünki Şamaxının tutulmasıyla birinci mərhələ başa çatır. Bakı tutulmasıyla birinci mərhələ başa çatır. 1768-ci ildə, sadəcə deyirəm ikinci olaraq Dərbətdən sonra. İkinci olaraq, bəli. Dərbətdən sonra hələ ki birinci mərhələdəyik, bəli. Dərbətdən sonra növbəti Bakıda. Bakı tutulur 1768-ci ildə Nigah diplomatiyası ilə. 67-ci ildə. Bəli, 67-ci ildə Nigah diplomatiyası ilə. Sonra kəsib bir məsələni vurğulamaq istəyirəm. 1759-cu ildə bu adam Dərbəndə tutulandan sonra əslində yazıq gecə gündüz yuxusunda Şamaxını görürdü. Əslində Şamaxını tutmaq istəyir. Şamaxını tutmaq istəyir. Sadəcə olaraq Şamaxı xanlığını tutmağı ona görə ləngidir ki, həm Şamaxı Hüseynəli xanda olduğu kimi Qubalı Fətəli xanla da razılaşır ki, mən sənin vergilərini verirəm, məni şimaldan gələn hücumlardan qoru. Həm də hiss eləyir ki, Şəki xan Hüseyn xan Qubalı Fətəli xan Şamaxıya gedəcəyi halda mane olacaq. Yəni əslində Dərbənd xanlığının tutulmasından sonra 1765-də hələ Qubalı Fətəli xan Bakıya getməmiş, 1767-ci ildə Bakını tutmamış. Dərbətlə, elə bil 1759-da Dərbəndi tutub, 67-də də Bakını tutub. Dərbətlə Bakının tutulması arasında bunun Şamaxı ilə münasibəti deyil. Sadəcə olaraq 65-ci ildə. Sadəcə olaraq fikirləşir ki, Şəkili Hüseyn xan mənə mane olacaq. Ona görə Şamaxını ikinci mərhələyə saxlayır və 67-ci ildə Bakının Nigah diplomatiyasına götürür. Və bununla da birinci mərhələ başa çatır. İndi ikinci mərhələ 1767-dən başlayır. Buyurun, Deməli, ikinci mərhələdə ilk növbədə yenə də bayaq vurğuladınız ki, Şamaxını tutmaq idi. Çünki Şamaxı mərkəzə çevrilməli idi və Şamaxıdan digər ərazilərə getmək, tutmaq daha yaxşı idi Qubalı Fətəli xan üçün. Ona görə 1767-ci ildə Şəki xanlığı ilə birləşib Şamaxını tuturlar və iki yerə bölünür. Amma 1768-ci ildə isə Şamaxı bütövlükdə keçir Qubalı Fətəli xanın tərkibinə. 1769-cu ildə də Şəkili Hüseyn xanla Qubalı Fətəli xan arasında müqavilə imzalanır və bu müqavilədə təbii ki, öhdəliklər olur. Şəki xanı Quba xana nə döyüşdə olarsa, Şəki xan da ona yardım göstərəcəyi haqqında müqavilə bağlanılır. Və bir də Şamaxın işlərinə qarışmır.
Tamamilə doğru. Deməli, Təklif xanlığın Şamaxının işlərinə qarışmayacağı haqqında söz verir. Sonra deməli 1768-ci ildə yenə də deməli orada Cavad xanlığı var idi. Cavad xanlığı da birləşdirilir ikinci mərhələdə Quba xanlığına. Sonra Quba xanın demək olar ki, ən çox belə deyək də tutmaq istədiyi Qarabağ xanlığı idi və ikinci mərhələdə düzdür 1780 Xronologiyanı pozmayaq, tələsməyək. Qubalı Fətəli xan biz belə başa düşdük ki, şimal-şərqi Azərbaycan torpaqlarını birləşdirməyi bacardı. Bütün Azərbaycan olmasa şimal-şərqi və onun belə deyim rəqibləri var. Əvvəlcə Gavduşan döyüşünə gedək, ondan sonra onun növbəti yəni xronologiyanı pozmayaq. Aha. 1774-cü ildə Gavduşan döyüşü baş verir. Döyüşdə təbii ki, müttəfiqlər var idi. Deməli, bu müttəfiqlər həm Qubalı Fətəli xan tərkibində olan xanları idi, həm də əlavə Qarabağ xanlığı idi. Bir də Gürcü çarı 2-ci Irakli idi, bir də deməli Dağıstan hakimləri idi. Bəli, elə bil ki, Qarabağ idi, Şəki idi, ondan sonra Şamaxı idi, üstəgəl 2-ci Irakli də buradaydı. Digər tərəfdə isə Dağıstan hakimləridir. Bəli. Gavduşan döyüşünə bunların dəxli yoxdur. Gavduşan döyüşünə sırf Dağıstan hakimləridir. O haqda danışaq. Gavduşan döyüşü 1774-cü ildə baş verir və bu döyüşdə demək Dağıstan hakimi Həmzə Mirzə başçılıq edirdi və Həmzənin başçılığı altında bu döyüşdə Qubalı Fətəli xan məğlub olur. Dəniz vasitəsilə, dəniz su yolu ilə Salyana gedir. Amma Dərbəndin müdafiəsini onun bacısı Tutubikə öz üzərinə götürür və artıq görür ki, yox, bunlar qalib gələcək. Ona görə də Qubalı Fətəli xan Rus çarından kömək istəyir. Onda da 2-ci Yekaterina idi taxta və ondan kömək istəyir və Rus çarı da təbii ki, Dağıstanda yaxın olan istiqamətdən öz ordusunu göndərir və Gavduşan döyüşündən sonra Dağıstanlar burada məğlub olurlar. Dərbənd azad olunur və yenidən Qubalı Fətəli xana birləşdirilir. Bəli, tamamilə doğrudur. Və orada bəs köməyə gələn Rus qoşunları niyə qala bilmirlər burada? Çünki demək köməyə gələn Rus qoşunları Osmanlı imperiyası ilə bağlı gəlir ki, müəllim. Bəli, Osmanlı etiraz edir. Əslində Rusiya Osmanlını belə deyim. Rusiya Osmanlı bir il bundan qabaq 1774 Kiçik Qaynazda bərk döymüşdü. Sadəcə olaraq Rusiya başını artmaq istəmədi. Ona görə yavaşca çıxdı getdi. Yenidən müharibəyə qoşulmamaqdan ötəri ordusunu geri çəkdi. Bəli. Bilirik, orada da bilirik, Əmir Həmzə Dərbəndi mühasirəyə almışdı. Dərbəndə də qoruyan Qubalı Fətəli xanın həyat yoldaşı qeyd elədiniz. Əmir Həmzənin də bacısı idi. Bəli, bunlar qeyd elədiniz. Əla. 80-81-də Qubalı Fətəli xan hara yürüş eləyir? Qarabağa ilk növbədə elçi kimi göndərir Bakı xanlığını, Məlik xanı, amma artıq İbrahim Xəlil xan düşünür ki, bu diplomatik əlaqədə Qarabağ xanlığı birləşdiriləcək Quba xanlığına. Ona görə Gürcü çarı ilə birləşir. İlk növbədə Bakı xanını əsir götürür, zindana salır və ondan sonra artıq Qubalı Fətəli xan yürüş edir. Və yürüşün qarşısında Qubalı Fətəli xanın qarşısına həm Qarabağ xanı İbrahim Xəlil xan, həm də ki Gürcü çarı 2-ci Iraklinin ordusu çıxır və təbii ki bu döyüşdə məğlub olur Qubalı Fətəli xan, Qarabağ birləşdirə bilmir. Əgər Qarabağ birləşdirsə, təbii ki mərkəzləşdirilmiş dövlət yaratma siyasəti yəni böyük əhəmiyyət kəsb edərdi Qarabağ xanının ona birləşdirilməsi. Deməli, Qubalı Fətəli xan da fiyaskoya uğrayır. Ümumiyyətlə Qarabağa kim hücum edibsə, bir dənə Urmiya xanlığı uğur qazanmışdı. Deməli, Qarabağa kömək edib 2-ci Irakli. O zaman da Qarabağda 2-ci İbrahim Xəlil xan idi. Deməli, 2-ci İbrahim Xəlil xan Gürcülərlə dost olub. Bəs Pənahəli xan Gürcülərlə dost olubmu? Pənahəli xanın Gürcülərlə dostluğu məncə olmayıbdır. Çünki orada onlar arasında heç bir nə ədavət, nə də ki Gürcülərlə olubdur, bəli müəllim. Gəncəni işğal edibdilər. O da İbrahim Xəlil xan idi. Gürcülərlə olmayıbdır. Pənahəli xan dövründə Gürcülər yox idi. Pənahəli xandan Gürcülərin yaxınlığı olmayıb, ha? Mən elə gəlir olmayıbdır, müəllim. Yox, olub. Niyə Gəncəni bir yerdə eləməyiblər, bölüblər də. Mən müəllim Gəncəni tutan deməli 1780-ci ildə. O İbrahim Xəlil deyə mən də qarışdım. Yox, mən düşdüm. Pənahəli xanın Gürcülərlə dostluğu var. Naxçıvanı tutanda müəllimə Gürcülərlə müharibə apardı, yoxsa dost olub, dəqiq yadımda deyil. Bayaq özünüz danışmısınız bu məsələni. Bir dənə diqqətlə baxın. Fikirləşin. İbrahim Xəlil xanla birləşdi. Qubalı Fətəli xana tabe olmadı, onu dedim. Amma Pənahəli xandan
Yadıma Pənahəli gəlmir. xanlar. 1752-də Qızılqaya xəyanətində yoxdur ki, Pənahəli xan. Bəli, bəli. İkinci İraqli. Bəli, bəli, İkinci müttəfiq. İraqli Pənahəli xanı sayılır. Bəli. Atabələ, yəni həm Pənahəli, həm İbrahim Xəlil xan Gürcülərlə var. Aha, bu belə. 1784-də Qobalı Fətəli xan hara görüş eləyir? Qubalı Fətəli Cənubi Azərbaycana yürüş edir və bu yürüşdə də Ərdəbil işğal olunur və o istiqamətdə də Bakıya doğru gedir, amma Rus çarı onu geri qaytarır. Təbii ki, o Rus çarının geri qaytarılma səbəbidir ki, gələcəkdə mərkəzləşdirilmiş Azərbaycan dövlətinin mövcud olmaması idi. Qubalı Fətəli xan da onun Gavduşan döyüşündən sonraki mərhələdə Dərbəndi azad etdiyinə görə onun çağırışını etiraz etmir və Cənubi Azərbaycanda işğallarını davam etdirməyib geri qayıdır. Bəli, əziz insan. Bəs 1785-də biz haranı hücum eləyək? Lənkəran Şəki. Lənkəran Şəki xanlığını tutur və Lənkəran Şəki xanlığı Qubalı Fətəli xana birləşdirir. Yəni Quba xanlığını birləşdirir. Nə vaxt vəfat etdi Qubalı Fətəli xan? 1789-cu ildə. Bəli, və bundan sonra hakimiyyət bütün xanlar müstəqillik əldə edir. Sonra təbii ki, hakimiyyət uğrunda mübarizə dövrü kimi qiymətləndirilir Quba xanlığında və Şeyx Əli xan dövrü isə yenə də Quba xanlığının qüdrətli dövrü kimi qiymətləndirilir. Tamamilə haqlısınız. Necə ki 63-cü ildə Şiraz qonaq. 1806-cı ildə də Çar Rusiyası tərəfindən tutulur, amma xanlıq yəni idarəsi ləğv olunsa da Komendant dairə üsulu yaranmır. Orada sadəcə olaraq əyalət şurası yaradılır. Tamamilə. İkinci Mirzə Məhəmməd əyalət şurasının başına gətirilir. Tamamilə haqlısınız. Əla. Bəs salam, təşəkkür edirəm. Nərmin xanımla davam edək. Sağ olun. Sağ olun. Nərmin xanım, Qubalı Fətəli xan ölümündən sonra ona tabi olan xanlıqlar müstəqil olur. Əlaqəni saxlamaqdan ötürü desək qayıtmış saxlamışdım. Hüseyn xan 1779-da o heç ölübdür. 1785-də bayaq dediyimiz kimi Quba Şəkini tabe eləyir. O zaman hakimiyyətdə Məhəmməd Həsən xan idi. Belə deyək, Hüseyn xandan sonra Şəkidə kim gəlir hakimiyyətə? Hüseyn xandan sonra Şəkidə Əbdülqadir xan gəlir. Əbdülqadir, bəli. Bəli, onun dövründə hakimiyyətlə mübarizə biraz da qızışır. Sonra Məhəmməd Həsən xan gəlir. Məhəmməd Həsən xanla bağlı bayaq dedik, qanunnaməsi var, Gürcülər üzərində qələbəsi var, türklərin yaxınlığı var. Ondan sonra kim gəlir hakimiyyətə? Səlim xan gəlir. Bəli, Səlim xan gəlir. Hələ ki bizə sonuncu kimi onu verirlər. Əvvəl köhnə kitablarda Hüseyn xan adını çəkərdilər, amma indi onu vermirlər. Belə, Bakı xanlığı nə vaxt yaranmışdı? Bakı xanlığı da 1747-ci ildə yaranıb. O kim tərəfindən yaradılmışdı? 1-ci Mirzə Məhəmməd tərəfindən yaradılmışdı. Bəli. Ərazisi Abşeron yarımadasını tuturdu. İndiki Abşeron yarımadasının neft, duz hasilatı, bir də zəfəran becərilməsi əsas idi. Neçənci Qubadan asılı vəziyyətə düşdü? 1767-ci ildə deməli Nicah diplomatasiyasından Qubalı Fətəli xanın Bakı xanın ərə vermişdi. Ondan da asılı düşmüşdü Qubadan. Neçənci tərkibdən çıxacaq? Fətəli xan öləndən sonra 1789-cu ildə. Bəli, sonuncu xan kimi tanıyırıq? Hüseynqulu xanın hakimiyyətini 1892-də gəlir, bəli 1806-ya kimi. Həmin o Hüseynqulu xan neçə dəfə Rusların görüşünə məruz qalıb? Deməli 2 dəfə, birinci dəfə 1796-da, ikinci dəfə 1806-da. Vəssalam. Şamaxı xanlığı haqqında qısa məlumat verək. Əvvəl Şamaxı xanlığında deməli biz bilirdik ki, Nadir Şah 1734-cü ildə köhnə Şamaxını dağıdıb, əhalisini Yeni Şamaxıya Ağsuya köçürmüşdü. Elə bundan sonra Nadir Şahın ölümündən sonra da 1747-ci ildə burada iki hakimiyyətlik yarandı. Deməli köhnə Şamaxıda Sərkarlar sülaləsindən olan Məhəmməd Səid xan, bir də Ağas xan qardaşı, Yeni Şamaxıda isə Hacı Məhəmməd Özxan hakimiyyətini qaldırdı. Bu iki hakimiyyətlilik idi. Bir də Azərbaycan xanlıqlarından digər iki hakimiyyətlik Gəncədədir. O da 1780-dən 1783-cü illərdə. Şamaxı xanlığında iki hakimiyyətliyin ləğvi baş verir 1763-cü ildə. 63-cü ildə köhnə Şamaxıdan olan Məhəmməd Səid xan Yeni Şamaxıya hücum edir və Yeni Şamaxını tutur. Burada Hacı Məhəmməd Əli xan öldürülür, əsir alınır. Bundan da iki hakimiyyətlik ləğv olunur. Xanlıqda bütün hakimiyyət bu köhnə Şamaxı Məhəmməd Səid xanın əlinə keçir. Beləliklə Vahid Şamaxı xanlığı yaranır. Sonuncu xan kimdir?
Sonuncu xan Mustafa xandır. 1789-cu ildə gəlir hakimiyyətə. Bəli. Bəli. 1789-cu ildə və 92-ci ildə mübarizə nəticəsində 92-ci ildə gəlir və 1820-yə qədər Şamaxı Bəli, 1820-də ləğv olunub ona qədər. Və salam, şimal-şərqi Azərbaycan xanlıqlarını, Quba və Quba ilə bağlı olan xanlıqları dedik. İstədim ki, hamısı bir yerdə olsun. Gələk Qarabağ xanlığı. Qarabağ xanlığı haqqında giriş verək. Deməli Qarabağ xanlığı da bu Qarabağ xanlığı Səfəvi dövründə olan Qarabağ bəylərbəyliyinin ərazisində yaranmışdı. Yaradıcı Bəli. Pənahəli xan Cavanşirdir. Qarabağ xanlığı 1748-ci ildə yarandı. Bir də Qarabağ bəylərbəyliyinin ərazisində Gəncə xanlığı da yaranmışdı. Pənahəli xan hələ o vaxt Nadir xan dövründən olandan o Nadir xanın sərkərdəsi olub, əsgəri olub. Bu Muğan qurultayında da odur ki, Kəbirli Cavanşir tayfalarının başçıları Nadir xanın seçilməsinə üsyan etmişdilər. O zaman onları cəzalandıranda bu Pənahəli xan da yəni o bölgə orada olub. Pənahəli xanın hakimiyyəti ilk dəfə 1748-ci ildə gələndə Qarabağ ilə Şəki xanlığı arasında Bayat savaşı baş verdi. Bu baş verən savaşda Qarabağ xanlığı, yəni Pənahəli xan qalib gəldi və Hacı Çələbi xan məğlub oldu. Orada demişdi ki, hələ biz Pənahəli xana bir gümüşsüz sikkəti idi, biz ona gəldik, gümüş vurduq. Belə bir cümlə. Bir hörmətli adam idi. Deməli, Qarabağ xanlığı yarandı. Nadir Şahın ölümündən sonra Pənahəli xan yaratdı. Və Pənahəli xan belə deyək də, əvvəlcə özü ilə bərabər köçüb getmiş adamları qaytardı. Xanlığın əhalisini artırdı. Digər bir tərəfdən isə qalalar tikdirdi. Bəli. İlk tikdirdiyi qala Bayat qalası idi. Bayat qalası Ağcabədə yerləşir. Maraq üçün deyim. Bəli, Kəbirli mahalı Ağcabədin Kəbirli mahalı. Onsuz nəzərə alsaq ki, Ağcabədi 1950-ci illərin sonu, 60-cı illərin əvvəllərinə qədər Ağdamın tərkibində gedirdi. Əldə ciddi bir şey deyil o. Və dediyiniz kimi Bayat savaşı sübut elədi ki, qalib gəlsə də Pənahəli xan, amma bu qala o qədər də uğurlu yer deyil. Bayat qalasından sonra hansı 4 xanlıq Qarabağa tabe oldu? Bayat, Gəncə, Naxçıvan, Ərdəbil, bir də İrəvan. Bəli, İrəvan. Deyir ki, bu ərazilər nəinki tabe oldu? Bu ərazilərdən bəzilərinin ərazisi də Qarabağa birləşdirildi. Yəni həmişəlik. Bir var tabe olmaq, bir var həmin ərazilərin birləşdirilməsi. Həmin bu savaşdan sonra, Bayat savaşından sonra hara köçürüldü mərkəz? Deməli, Ağdamda 1751-ci ildə Şapulaq qalası tikdirilir, ora köçürülür. Bəli, Amma o və da nəhayətsə 1752-ci ildə tikintisi başlanır, 57-də qurtarır. Pənahabad qalası indiki Şuşa qalası da deyilir. Şuşa ərazisində yerləşir. Çox gözəl. Məlikliklərin hamısını tabe edib, ilk tabe etdikləri məliklik? İlk tabe etdiyi məliklik Vərəndə məliyidir. Bu Vərəndə məliyindən sonra Pənahəli xanın ikinci məlikliyi Xaçın məlikliyi gəlir. Xaçın məlikliyində Ballıqaya döyüşündə tabe edir. Ondan sonra Dizaq, Çiləbörd, Gülüstan və ya Talış xanlığı. Bəli. Bu ərazilərin də hamısını tabe etdir. Məsələni bildik. Amma gəlsə, belə desək, boyun qaçıracaqlar. Olsun. 1757-də xanlıq kimin yürüşünə məruz qalmışdı? Məhəmməd Həsən xan Qacarın yürüşünə məruz qalmışdı. Bu da Xatın arxı bölgəsində. 59-cu ildə Fətəli xan Əfşarın Qarabağın hücum etdi. Bəs 80-81-də? 80-81-ci illərdə 2-ci İraqlinin yürüşünə məruz qalır. Quba Fətəli xan yürüşünə. Quba xanlığı. Fətəli xanın yürüşünə məruz qalır. Pənahəli xan hansı səfərdən qayıdıb salamat çıxıb gələ bilmədi? Hansı səfərdən? Bu Şiraz səfərinə gedəndə orada ölür. Yəni orada əsir düşür və Əslində ölür. Əslində ölüyə vurur. Belə bir şey var. Bəli. Qarabağnamələr elə yazır. Yazığın deyəsən İçalatın diri-diri çıxardırlar. Mənim Xanzəm tərəfindən. Bəli. Sonra İbrahim Xəlil xan gəlir. İbrahim Xəlil xan da atasına oxşuyur. Həm məlikliklərlə mübarizə aparıb, həm bəzi xanlıqlara tabe edib, həm atası kimi gürcülərlə yaxın olub. Bunlar Avar gürcü şəkillərlə qohumluq əlaqəsi yaradıb. Bəli, qohumluq əlaqəsi olub, məlikləri tabe eləyib. Hansı 4 xanlığı tabe eləyib? Deməli, Naxçıvan, Gəncə, Qaradağ və Təbriz. Naxçıvanla Gəncə atasına oxşuyur, Qaradağla Təbriz isə fərqlənir. Ayrı. Qaradağı nə vaxt bölmüşdü? Qaradağı 82-də. Xoyla bərabər bölmüşdü, bəli. Bunu məsələni bildik. Bəli. Xoyla bərabər bölmüşdü.
Təbrizə də öz adamını gətirmişdi, öz xalası oğlunu gətirmişdi. Və Əsədullah bəy. Aha. Əsədullah bəy. Hansı iki amil İbrahim Xəlil xandan ikinci haqqında dostluğunu sübut eləyir? Burada Gəncəyə hücum zamanı 1780-ci ildə ora Gəncəni bölüşdürürlər. Ondan sonra Gəncədə iki hakimiyyətlik başlayır 83-cü ilə kimi. Bu bir dostluq, başqa bir dostluq harda bilinir bunlarda? Dırnaqarası dostluq da təbii ki bunlar. Bir də Qubal Fətəli xan. Qubal Fətəli xan yürüş edəndə Kartikaxet Çarı ona köməyə gəlir. İbrahim Xəlil xana köməyə gəlir. Bəli, tamamilə təşəkkür edirəm. Çox sağ olun, minnətdaram Nəmin xanım, sağ olun. Siz də sağ olun. Sonra başqa müəllimlərimizdən Aynur müəllimə burdadır, yoxsa düşüb o semestrin dalınca? Burdadır Aynur müəllimə. Aynur müəllimə burdadır. Sevinç Xəlilova burada. Buradayım mən. Kimsin? Sevinç müəllimə sizsə? Bəli, mən də buradayım. Tamam, Sevinç müəllimə da sizlə davam edək. İrəvan xanlığı keçmiş hansı bəylərbəyliyin yerində yaranmışdı? Çuxursat bəylərbəyliyin yerində yaranmış idi. Çuxursat bəylərbəyliyi Səfəvlərdə ən son yaranan bəylərbəylik idi. Azərbaycanın qərbində və bu bəylərbəylik arasında İrəvan və Naxçıvan xanlığı yaranmış idi. İrəvan xanlığı elə Nadir Şahın deyir, ölümündən sonra Azərbaycanın qərbində keçmiş, yəni bu dedik də bəylərbəyliyin arasında yaranmış kim idi? Mir Mehdi Həsən. Mir Mehdi xan Əfşar. Bəli, Əfşar. Əfşarlar sülaləsi yaratmışdı. 1755-ci ilə qədər hakimiyyətdə olmuşdu. Lakin sonra Qacarlar saray çevrilişi eləyib Hüseynəli xan Qacar hakimiyyətə gəlmiş. Həsən Əli xan Qacar gəlmişdi hakimiyyətə. Həsən Əli. Hamısı yaxındır. Davam edək. İrəvan xanlığı kimlərdən asılı olubdu? İrəvan xanlığı kimdən asılı olmayıb ki, müəllim? Elə Gürcülər ilk belə bura yürüşlər edir. Gürcülərdən sonra Qarabağ, Qarabağdan sonra Xoy xanlığından asılı vəziyyətdə olubdu. Və Gürcülərin bura yürüşündə elə ona etiraz edənlərin birisi Qarabağı elə Pənahəli xan olubdu ki, yəni oradan çıxmasını tələb eləyibdi mən bilən yerə qədər. Bəli, bəli. Sonra da Kərim xan İrəvan xanlığına dəstək olubdu. Və yəni Gürcülər İrəvan xanlığının qorunması üçün onlardan xərac alırdı, tələb edirdi. Kərim xanın təkidi ilə bu xəracı verməkdən imtina ediblər. Yəni Kərim xan öldükdən sonra Gürcülərin bu xanlığa yürüşləri ardıcıl olubdu. Bunlardan birisi 1765-də, biri də 1769 idi desən. Elə bir ki, belə olur da, 1765-69-da Gürcülər gəlirlər İrəvana. Bəli, bəli. Gəlirlər və xan onlara məcbur xərac verir. Sonra isə Kərim xan deyir ki, verməyin. Kərim xan deyir, verməyin və Xoy da vermir. Gürcü də Kərim xan zəndə qarşı gələnmir. Çünki Kərim xan da güclü bir fiqur olubdur. Sadəcə Kərim xan zəndinin 79-cu ildə ölümündən sonra bu dəfə İrəvan qalır çarəsiz. Əvvəlcə Azərbaycan xanlarına güvənib vermir vergini. Sonra da Osmanlıya güvənib vergini vermir. Və bunu da görən Gürcü, quduzlaşan Gürcü 2-ci Irakli 79-cu ildə İrəvana hücum tuta bilməsə də Şörəyeli gedəndə İrəvanın yuxarısında bax, burada Şörəyel var. Keçmiş cəfada Şörəyel sultanlıqları müraciət edirdi. Şörəyeli nə edir? İşğal eləyir. 2500 adam əsir aparır. Bəli, Şörəyeli tutur və gedir. Əsasən neçənci ildən sonra Gürcülər belə desək, daha da həddən aşırlar? 1783-cü ildə Rusiyanın itaətini, Georgiyevski traktatını bağlı. Bəli, Georgiyevski traktat deyirdilər ona, bəli, Georgiyevski traktat. Və Gürcüstan, Şərqi Gürcüstan keçir Rusiyanın, belə deyək, protektoratlığına. Protektorat, yəni bir dövlətin ölkəni qoruya bilməmək bəhanəsində başqa bir dövlətin himayəsinə girməsidir. Əla, möhtəşəm, super. Və neçənci ildə İrəvan Ağa Məhəmməd xan Qacarın yürüşünə məruz qalır? 1795-ci ildir. Bəli, elə həmin ildə də qəbul edir. Əslində o Ağa Məhəmməd xan Qacarın gəlməsini əvvəlcə qəbul etməsə də, amma sonradan sanki ağlı başına gəlir ki, mən də Qacaram. Və orada tabi olur. İrəvanda kəsilən pulun adı nə idi? Qara pul, misdən kəsilmiş. Bəli, ümumiyyətlə biz xalqlarımız dövründə adətən qızıl pul demək olar ki, görmürük. Səfəvilər dövründə qalma pullardan, eləcə də digər xalqların pullarından, eləcə digər xarici pullardan istifadə olunub. Təşəkkür edirik. Naxçıvan xanlığı haqqında qısa məlumat alaq.
Naxçıvan xanlığının da əsasını Kəngərli tayfasından olan Heydərqulu xan qoymuş idi. Bunun da ərazisi deyir, Araz çayı ilə Zəngəzur arasında olan əraziləri əhatə edirdi. Və Bəli. Naxçıvan xanlığı da Azərbaycan, məsələn, İrəvan, Qarabağ, Xoy, Maku xanlıqları ilə həmsərhəd bir xanlığımız olmuş idi. Və deyir, bunun Naxçıvanın tarixi iki dövrə bölünür. Bir yarım müstəqil və müstəqillik dövrü, bu 47-dən 97-yə qədər əhatə edir. Bir də 97-dən 1827-yə qədər, bu da Qacarlardan asılı vəziyyəti. Və bunu Heydərqulu xanın dövründə müstəqilliyini qismən saxlaya bilmişdi da, yəni deyək ki, bu xanlıq. Heydərqulu xanın dövrü 47-63-cü ildir. Bu adam nələri görüb yaxşı bilirik. Bu adam Bayat savaşından Qarabağdan asılı olub, bu adam Qızılqayada iştirak eləyib, bu adam Şiraz şəhərində iştirak eləyib və axırda qalib gələ bilməyib. Aha. Və sonra burada 18-ci əsrin 80-cı illərində Heydərqulu xandan sonra biri də gəlmiş idi ora. Yəni hakimiyyət uğrunda mübarizə baş verib də bu xanlıqda. Və nəticə Kəlbəli xan gəlir. Və Kəlbəli xan gəlir, o da yəni İraqlı elə İrəvanı tutandan sonra, yəni İrəvanı tutandan sonra Naxçıvanı belə keçirmək istəyir. Lakin buna başarmır da desən, eləmi müəllim? Bəli, Osmanlı dövləti imkan vermir. Bəli, imkan vermir. Osmanlılar yəni ki, öz yaxın İrəvana, Naxçıvana yaxın olan ərazilərin hakimlərinə bu xanlıqları qorumaq tapşırığını verir. Naxçıvan xanlığı İrəvan xanlığı kimi bir neçə dəfə asılı olubdur. Kərim Xanzədən asılı olub, Xoydan asılı olub, Qarabağdan asılı olub. Eyni zamanda bir maraqlı nüans var, bayaq diqqətimizdən qaçdı. Hətta İrəvan xanlığı da Naxçıvan xanlığına kimi gətirmək mövzusunda İrəvan xanlığı da belə deyim çək-çevir eləyibdi. Yəni İrəvan xanlığı burada öz adamını gətirmək istəyirdi. Bax belə, yəni bu cümlə var. Sonuncu hökmdar da Kəlbəli xandır. Kəlbəli xan 1795-də Ağa Məhəmməd xan Qacar hücum eləyəndə tabe olmur. Sonra 97-ci ildə Peşmanov tabe olsa da, amma Ağa Məhəmməd Qacar onun ikinci gözünü çıxarıb bir ovcunda qoymuşdu ki, və sən 95-də hara baxırdın. Makku xanlığı ilə sərhəddir, bəli dediniz. Makku xanlığı ümumiyyətlə çox maraqlı xanlıqdır. Azərbaycanın həm deməli iki xanlığı ilə belə desək sərhəddir, həm Naxçıvanın, həm də İrəvanın. Bax belə. Gəncə xanlığı haqqında bəs eləyərsiniz, Ömər, təşəkkür edirəm sizə. Gəncə xanlığı haqqında başqa müəllimlərimizdən orada. Bir də Naxçıvan xanlığını yaradan Kəngərli sülaləsi eyni zamanda vaxtilə Salariləri də yaratmışdı. Tamam. Başqa kim var orada? İzəngül müəllim, gəlin görək siz zəhmət olmasa. Axşamınız xeyirdir daha. Bir daha axşamınız xeyir olsun. Gəncə xanlığı Aha. Qarabağ bəylərbəyliğinin ərazisində yaranan xanlıqlardan biridir. Əsasını Şahverdi xan Ziyadoğlu tərəfindən qoyulmuşdur. Qacar tayfasından oğullarına Ziyadoğlular nəsli idarə edirdi. Bəli. Gürcü çarı 2-ci Iraklı dəfələrlə Gəncə xanlığına yürüş eləmiş və müəyyən müddətdə asılı hala salmışdır. Şahverdi xan bu işğalların qarşısını almaq üçün Qarabağ xanlığı Osmanlı dövləti ilə dostluq münasibətləri qurmağa çalışmış. Hətta 1752-ci ildə Osmanlı dövlətinə elçi heyəti də göndərmişdir. Sonra isə Gürcü və Qarabağ xanlığına asılı olmuşdur. Ümumiyyətlə zaman Şahverdi xan Ziyadoğlunun özü adamın hakimiyyət illəri deməli 47-dən 60-cı ilə qədər olur mu? 47-60-cı illər arasında olubdur. Köhnə kitablar onu verərdi. Və adam yenə də nəyi görə bilərdi 1747-dən 1760-a qədər? Adam Bayat savaşından sonra Qarabağdan asılı qəbul edirdi. Ümumiyyətlə Gəncə əvvəldən Qarabağdan və Gürcüdən asılı olubdur və hər dəfə də onlara xərac verməyə davam edir. Bəli, 52-ci ildə Osmanlı ilə münasibətini dediniz. Hacı Çələbi ilə oxşardı. Osmanlı ilə kontakt yaradıblar. Sonra köhnə kitablar daha yaxşı yazardı. 1780-ci ildə çox maraqlı bir şey olur. Dediyim kimi xəracı ödəmədiyindən. Bəli. Köhnə kitablar onu daha yaxşı yazardı. Gəncə iki yerə xərac göndərirdi. Həm Gürcülərə, həm də Qarabağa. Xəraca ödəmədiyinə görə ikisi birləşib Gürcüstana yürüş etdilər. Nə vaxt? 1784-cü ildə Gəncəni iki hissəyə bölürlər. İki hakimiyyətli yaranır. Düz 3 il burada iki hakimiyyətli
olur. Sonra yerli əhalinin üsyanı nəticəsində 1783-cü ildə iki hakimiyyətliyə son qoyulur. Bəli. Və Qovulurlar Gürcü 1786-da Çadır kim gəlir Qarabağ hakimiyyətə? xanlığı. 1786-cı ildə də Cavad xan hakimiyyətə gəlir. 1804-cü ilə qədər hakimiyyətdə olur. Xanlığı müstəqilliyini möhkəmləndirir. Qazax və Borçalı torpaqlarını Gürcülərdən geri almaq siyasətini yürüdür. 1804-cü ildə də bildiyimiz kimi ilk işğal olunan, Ruslar tərəfindən ilk işğal olunan və ilk komendant idarə üsulu yaranan xanlıqdır. Bəli. Ərazisində də ki pullardan Abbası, Şahı pulları Gəncə xanlığında işlənmişdir. Mükəmməl. Lənkəran xanlığı haqqında məlumat verək Zəngi müəllim. Lənkəran xanlığında əsasını qoyur Cəmaləddin Mirzə xan, yəni Qara xan tərəfindən qoyulur. Bəli. Mərkəzi deməli Lənkərandır, sənətkarlıq və ticarət mərkəzi kimi Xəzər sahilində yerləşən xanlıqlardan biridir. Biz sıra Rusiya, yaxın şərq ölkələrlə də ticarət əlaqələri saxlamışdır. Neçə Qara ildə Quba xanın xanlığı olub bir daha deyək. 1785-ci ildə elə Cəmaləddin Qara xanın dövründə Bəli. xarici işğallardan qorunmaq məqsədi ilə o Qubalı Fətəli xandan asılı hala düşür. Sonrakı xan isə Mir Mustafa xanın hakimiyyətidir. 1795-ci ildə Ağa Məhəmməd Şah Qacarın hücumu zamanı ona qarşı yaradılan ittifaqa qoşulur. 1802-ci ildə də Georgiyevsi müqaviləsinə könüllü olaraq qəbul eləmişdi, ancaq sonra bu müqavilə də baş tutmur. 1813-cü ildə də Rusiya tərəfindən işğal olunur. Əla, əla. Dərbənd xanlığı haqqında qısa Lərzədəki məlumat var. 26. Bəli. Nə haqqında? Dərbənd xanlığı. Dərbənd xanlığındakı əsasında Məhəmməd Hüseyn xan qoymuşdu. Bəli. 1747-ci ildə. Bəli. 1806-cı ilə qədər mövcuddur. Deməli, xanım Məhəmməd Hüseyn xan qəddarlığı ilə, ağır vergi siyasəti ilə narazı olan xalq Quba xanı Fətəli xana müraciət elədikdən sonra Dərbəndə 1759-cu ildə Qubaya birləşdirilmişdir və 1806-cı ildə də Rusiya tərəfindən ləğv olunmuşdur. Vəssalam. Başqa da bir şey yoxdur. Zəngi müəllim, bir daha deyək ki, Şəkidə hansı xanın hakimiyyətə gəlməsindən hakimiyyət çəkişmələri başladı? Hüseyn xanım. Hüseyn xan kimin dövründə? 20 illik hakimiyyət dövrü. Kimin gəlməsindən hakimiyyət mübarizə biraz da qızışdı? Bu Səlim xanım idi. Əbdülqadir. Ondan sonra isə Məhəmməd Həsən xan gələcək. Bəli. Qubalı Hüseynəli xanın dövründə birləşdirilən yeganə xanlığımız hansı oldu? Salyan. Salyan xanlığı oldu. Nəyə görə Məhəmməd Həsən xan Qacar Xatın arxa döyüşündən yarımçıq qayıdıb gəldi? Eşidir ki, Əsrabada hücum eləyir. Bəli. Hadisənin sonuncu yürüş etdiyi Kərim Xanzad. Bəli, hadisənin sonuncu yürüş etdiyi xanlıq Şirvan. 1755. Bəli. Qızılqaya xəyanəti zamanı İrəvan xanı kim idi? 1752-də. Bəli, birinci əsasını qoyan Mir Mehdi xan. Bəli, Mir Mehdi xan Əfşar idi, bəli. 1755-ci də İrəvanda hansı sülalə gəldi hakimiyyətə? Qacarlar sülaləsi. Qacarlar sülaləsi gəldi hakimiyyətə. 1779-cu ildə 2-ci İraqli İrəvana hücum etsə də yalnız haranı keçirə bildi? Deməli, İrəvan ətrafı Çörəyeli. Bəli. İrəvan xanlığı hansı cənub xanlığımızdan asılı olub? İrəvan xanlığı Urmiyadan. Urmiyadan asılı olub. Başqa hansı cənub xanlığımızdan asılı olub? Xoydan. Xoydan da asılı olmuşdur. Bəli, Urmiya xanı və Xoy xanın asılı olmuşdur. Yaxşı, Zəngi müəllim, təşəkkür edirəm. Başqa hansısa bir xanlığımız qaldı, biz ona baxmadıq müəllimlər. Müəllim, bir şeyi mən dəqiqləşdirmək istəyirdim. Buyurun. Bu Osmanlı dövləti ilə münasibət Gəncə xanlığına və bir də hansı xanlığa Şəki xanlığına. Əslində bir çox xanlıqlarımızın var. Ən əsas Gəncəni görürük, elçilər heyəti göndərib. Bundan başqa Şəkini də görürük, hadisələri. Bundan başqa Osmanlıya güvənən İrəvan xanlığında da biz bunu görürük. Yəni bunlar əsasən Osmanlı ilə daha çox kontakt yaradanlardır. İrəvandır, Gəncədir, lap Naxçıvanın özü olsun. Yəni bilirsiniz, əsasən Osmanlı ilə əlaqəni kimlə yarada bilərdi? Osmanlı ilə əlaqəni qərb xanlıqlarımız daha çox yarada bilərdi.
Belə. Amma ən əsas biz onu İrəvanda, Gəncədə və belə deyək, Şəkidə görürük. Belə. Başqa bir şey qalmadı müəllimlər? Müəllim, Ceyhun müəllim, Bəli, buyurun. axşamınız xeyir olsun. Axşamınız xeyir, Hüsamə. Hüsamə, mən dərsi dayandırım, xanlıqlarla bağlı başqa bir şey qalmadısa. Yoxsa ondan sonra yenə söhbət eləyək, olar? Aha, buyurun. Hı.